Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə yenidən gündəmə düşüb. Xəbər verilir ki, sənətçi səsləndirdiyi fikirlərdə şəxsi həyatına və ailə münasibətlərinə toxunaraq bildirib ki, onun üçün əsas olan sağlamlıq və rahat həyatdır. O, gəlin mövzusunda da münasibət bildirərək bu məsələdə fərqli düşündüyünü qeyd edib. Mənim gəlinə ehtiyacım yoxdur, gəlinə əziyyət verməyi xoşlamıram. Allaha dua edirəm ki, o dünyada da sağlam gedim. Yəni oturub dura bilim, yataq xəstəsi olmaq istəmirəm deyə ifaçı bildirib. Ruhəngiz Allahverdiyeva əlavə edib ki, gənc ailələrin öz həyatlarını sərbəst şəkildə qurmasının tərəfdarıdır. Gəlinlər də xoşbəxt olsunlar, həyat yoldaşlarını yola versinlər, övladlarını böyütsünlər. Öz işləri ilə məşğul olsunlar, bu mənə kifayətdir. Müğənninin bu sözləri sosial şəbəkədə geniş müzakirələrə səbəb olub və müxtəlif fikirlərlə qarşılanıb.